Salam, hər vaxtınız xeyir. Mən riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə lisey və gimnaziyalara qəbul sınağı üçün 4-cü sinif üzrə keçirilən təkmilləşdirmə mövzularının izahını təqdim edəcəm. Qeyd etmək istəyirəm ki, bu videoda ilk 15 sual riyaziyyata aid olan hissənin suallarını izah edəcəm. Yəni 16-dan 30-da daxil olmaqla. Növbəti video izahda isə kanalımda yerləşəcək və həmin video izahda isə riyazi məntiqin suallarını izah eləmiş olacağam. Gəlin vaxt itirmədən başlayaq. Deyir, bu ədədin minliklər sinifindəki ədədi 100 vahid azaltsaq, ədəd necə dəyişər? Deməli, bizə bir ədəd verilib. 9, 7, 8, 5, 2, 4, 3. Deməli, bizə deyir ki, minliklər sinifindəki ədədi 100 vahid azaltsaq. Minliklər sinifindəki ədədi 100 vahid azaltsaq, minliklər sinifi bilirik ki, sağdan sola doğru hər sinif 3-3 ayrılır. Minliklər sinifində 785-dir. Bu təkliklər sinifidir, bu da minliklər sinifidir. Minliklər sinifindəki ədədi 100 vahid azaltsam olur 9 milyon 685 min 243. Deyir, ədəd necə dəyişər? Ədəd 100 min vahid azalar. Yəni 100 min vahid azalar. Doğru cavab olacaq 100 min. Yəni A variantı. Daha sonra çıxma əməlində çıxılan 1234. Fərqi isə bilirik ki, azalan çıxılsın, çıxılan bərabərdir fərqə. Bizə deyir ki, çıxma əməlində çıxılan 1234-dür. 1234. Fərqi isə 567-dir. Deyir, azalanı tap. Azalanı tapmaq üçün fərqi ilə çıxılanı toplamalıyam. Yəni 1234 ilə 567-yi toplayıram. 1234-ün üzərinə gəlirəm 567-ni. Bu eləyir 1801. Bizə deyir ki, azalanın onluqlar mərtəbəsində duran rəqəm, onluqlar mərtəbəsində duran rəqəm 0-dır. Yəni A variantı. Deyir 838 ədədində hansı ədəd əlavə edilməlidir ki, alınan bu ədəd 6-ya, 7-yə və 8-ə böldükdə qalıqda 5 alınsın. 6-ya, 7-yə və 8-ə böldükdə qalıqda 5 alınsın. Variantla da gedə bilərsiniz. Məsələn, 838-in üzərinə gəlin 5-i eləsin 843. 843-ü məsələn, gəlin götürək, bölək. Məsələn, tutaq ki, 6-ya, 843-ü bölsəm 6-ya eləyəcək, deməli, 140 dəfə düşəcək. Qalıq eləyəcək 3. Deməli, bu deyil. Daha sonra 838-in üzərinə gələcəm 6-nı, eləyəcək 844. 844-ün özünü götürüb bölsəm 6-ya, düşəcək 140. Qalıq yenə də 4 eləyir, bu da deyil. Elə 6-ya bölmədən gedə bilərsiniz. 838-in üzərinə 7 gələndə eləyir 845. 845-i götürüb böləcəm 6-ya, düşəcək 140. Qalıq qalacaq 5. Düzdür. Daha sonra 845-i götürüb böləcəm 7-yə. Bir dəfə 7, 14-ün içərisində 2 dəfə 120, qalıq 5. 845-i böləcəm 8-ə. Bu səfər də 105 olacaq. Onda da qalıq yenə də 5 olacaq. Yəni doğru cavab olacaq 7C variantı. 19-cu sualda deyir ki, 3 rəqəmli 2 natural ədədin hər ikisinə aşağıdakı addımlar tətbiq olunur. 3 rəqəmli 2 dənə natural ədəd var və hər ikisinə eyni əməl tətbiq olunur. Yüzlüklər mərtəbəsi 1 vahid artırılır. Yüzlüklər mərtəbəsi 1 vahid artanda ədəd 100 vahid artır. Tək onluqlar mərtəbəsi 70 vahid azalanda ədəd 70 vahid azalır. 7 vahid azalanda 70 vahid azalır. Təkliklər mərtəbəsi 5 vahid artıranda ədəd 5 vahid artır. Deməli, ümumi ədəd 35 vahid artar. Düzdür? Çünki 100-dən 70 çıxıram, eləyir nə? 30, onun üstünə 5 gələm, eləyir 35. 2 dənə belə ədədin cəmi, deməli, 70 vahid artar. Doğru cavab olacaq B variantı. 20-ci suala baxaq. Sinifdəki qızların və oğlanların birgə sayı. Tutaq ki, sinifdəki qızların sayı x-dır. Oğlanların sayı da y-dir. X-la y-in birlikdə sayı 63-dür. Deyir, qızların sayı oğlanların sayından 2 dəfə çoxdur. Yəni, qızlar x-dır, oğlanlardan 2 dəfə çoxdur. Yəni, x bərabərdir 2y-ə. Onda getirib əvəzləsəm, 2y yerinə yazsam, 2y üstə gəlsin, y bərabərdir 63-ə. Bu zaman 3y bərabərdir 63-ə, y də bərabərdir 21-ə. X-i də getirib yerinə yazanda 21-i vururam 2 eləyir 42. Doğru cavab olur D variantı. 42 dənə qız var, 21 dənə oğlan var, cəmi də 63 dənə nəfər var.
Daha sonra deyir, şənlik ilə əlaqəli ailələr 420 ədəd 2 nəfərlik, 340 nəfər 3 nəfərlik dəvətnamələr göndərdi. Tədbirdə neçə nəfər iştirak eləyəcək? Baxın, 420 ədəd 2 nəfərlik, yəni 420-ni vururam 2-yə, eləyir 840. 340 nəfər ədəd isə 3 nəfərlik, yəni bu da eləyəcək 1020. Bunların da cəmi eləyəcək 1860. Deməli, cəmi 1860 ədəd dəvətnamə göndərilib, yəni C variantı. Deməli, deyir, bu ədəddə milyonluqlara qədər yuvarlaqlaşdırdıqda təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyonluq. 2-dən sonra 7 gələndə eləyir 3-ə çevrilir, düzdür? 3 yanında 1, 2, 3, 4, 5, 6 dənə 0, yəni 3 milyon eləyir. 3 milyon. İndi biz 3 milyondan deyir ədəd nə qədər azaldı? Neçə vahid artdı? 3 milyondan çıxacağıq. 3 milyondan çıxacağıq 2 milyon 749 min 320-ni. Bu da eləyəcək deməli 3 milyondan çıxdım. Çünki bilirsiniz ki, altına xətt çəkdiyim ədəd 0, yəni 5, 6, 7, 8-dirsə, 9-dursa həm də bir vahid artır olur 3 milyon. Deməli, bundan da 2 milyon 749 min 320-ni çıxanda cavab eləyəcək. Deməli, 0, 8, 6, 2, 5, 0. 250 min, 680. 680, 250 min 680. Yəni, A variantı olmuş olacaq. 250 min 680. Daha sonra 23-cü test tapşırığına baxaq. Deyir, 6 dəqiqədə 4 səhifə kitab oxuyan Emil 6 dəqiqəyə 4 səhifə oxuyur. Deməli, deyir, Emil 1 saat 30 dəqiqə, 1 saat 30 dəqiqə 90 dəqiqədir. Neçə səhifə kitab oxuyacaq? Deməli, mən 6 dəqiqəyə, məsələn, 4 səhifə oxumuşamsa, 90 dəqiqəyə daha çox səhifə oxuyacam. Dəqiqə artdıqca, belə deyək, səhifə sayda artırsa düz mütənasibdir. Yəni, çarpaz vururuq. 6 vurulur x-a, 4 də vurulur 90-a. Deməli, 4, 90-ı 360, 360-ı da 6-ya böləndə cavab eləyəcək 60 səhifə, yəni B variantı. Daha sonra növbəti test tapşırığına baxaq. Deyir, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 1200 alınan ən böyük cüt ədədlə ən kiçik tək ədədin fərqi neçədir? Yüzlüklərə qədər yuvarlaqlaşdıranda deyirsə, bu ümumilikdə yüzlüyə qədər yuvarlaqlaşdıranda deyəndə 100-ü götürüb bölürük 2-yə. Eləyir 50. Ən böyük ədədi tapmaq üçün 1250-nin üzərinə 1200-ün üzərinə 50 gəlib 1 çıxırıq, eləyir 1249. Ən kiçik ədədi tapmaq üçün isə 1200-dən 50 çıxıram, eləyir 1150. Bizə deyir ki, yuvarlaqlaşdırdıqda 1200 alınan ən böyük cüt ədədlər, ən böyük cüt ədəd 1249 ən böyük ədəddirsə, ondan kiçik 1248-dir. Ən kiçik tək ədəd deyirsə də, bu da 1100, ən kiçik 1150-dir. Yəni, bu aralıqda 1150-dir, düzdür? Bir də 1249-dur. Bizə deyir ki, bu aralıqda olan ən kiçik tək ədədi 1150-dən 1249-a ən kiçik 1151-dir. Bunları bir-birindən çıxanda eləyir 7, 97, yəni B variantı. Daha sonra baxaq növbəti suala. Məktəblilərin gəzinti üçün hər biri 29 nəfərlik olan avtobuslar təyin olmuşdu. Gəzintiyə ümumilikdə 876 məktəbli getməlidirsə, onlardan ən az neçə avtobus lazım olacaq? 876-nı böləcəyik. Deməli, 29 nəfərlikdir də, düzdür? 29-a. Burada düşəcək 3, 87. Qalıq 6 qalacaq. Yəni, 30 dənə avtobusdur. Belə deyək də, 30 dənə avtobusdur. 30 dənə avtobusu 29 nəfərdən 870 nəfər eləyir. 6 nəfərdə daha ən azı 876 nəfər gəzintiyə getməlidirsə, deməli 30 dənə avtobusu tam dolduracaq. Amma digər bu 6 nəfər üçün də bir dənə də avtobus lazım olacaq. Doğru cavab olacaq 31. Yəni 25-də doğru cavab olacaq C variantı. 26-cı sualda deyir, bu ədədi açıq şəkildə yazın. Açıq şəkildə deyəndə ki, yəni onluq mərtəbə vahidi kimi. Məsələn, 5 təkdir. 5-i vuracam 1-ə. 8 yüzlükdür. 8-i 100-ə vuracam. Ona görə A getdi. 8-i 100-ə vuracam. Deməli, yüzlük, minlik, 10 minlik. 10 minə vurmalıyam. Baxın, B-də minə vurub 2-ni getdi. Minə vurub getdi. Deməli, D variantı doğru cavabdır.
Daha sonra hesab əməllərdən, deməli biz birinci mötərizənin daxili əldə olunur. 1209-u böləcəm 31-ə. Eləyəcək 39. Ondan da çıxacam 26-nı, eləyəcək 13. Mötərizənin daxili elədi 13. Daha sonra deməli bir saniyə. Deməli 1001-i vuracam, 1001-i vuracam 19-a. Eləyəcək cavab 19019. Onu da böləcəm 13-ə. Eləyəcək 1463. 3003-dən çıxacam 1463-ü. Bu da eləyəcək 04 04951. Deməli 1540. Doğru cavab olacaq 1540. 28, 29 və 30-cu suallarda deyir ki, bunlar bir sualdır. Bizə deyir ki, aşağıdakıları müqayisə edin. Deməli, milyonluqlar sinifi budur. Deyir ki, bu tekniklər sinifidir. Deyir, mərtəbə qiyməti. Deyir, aşağıdakılardan hansı səhvdir? Səhv olana baxaq. Deyir ki, məsələn, A mərtəbə qiymətidir. Mərtəbə qiyməti isə mərtəbə vahidlərinin sayı da 1, 2, 3, 4, 5-dir. Ümumiyyətlə, məsələn, Y, S, F, G. Məsələn, G deyir ki, hamısından böyükdür. G mərtəbə qiymətini soruşursa, məsələn, 5, 3, 7, 0, 4, 7, 0, 7. Məsələn, 7-nin mərtəbə qiymətini soruşursa, G. 7-dən sonra 7 olduğu kimi qalır. Ondan sağda neçə rəqəm varsa, o qədər dəfə 0 yazıram. Deməli, G-nin mərtəbə qiyməti 700-dür. F-in mərtəbə qiyməti isə deməli neçədir? 4000-dir. Düzdür? F-in mərtəbə qiyməti olacaq nə? 4000. Daha sonra S-nin mərtəbə qiyməti olacaq 3, yanında 1, 2, 3, 4, 5, 6 dənə 0, yəni 3 milyon. 3 milyon. Bu şəkildə getmiş olacaq. Bizə onsuz da cavabı belə deyək də tapmış olduq. Bizə deyir ki, səhvi seç, səhv budur. Çünki G ən kiçiyidir. Belə baxanda 3 milyon böyükdür. Yoxsa 700 təbii ki 3 milyon. Yazıb G daha böyükdür. Amma gəlin digər variantlarını müqayisə edək. Məsələn, deyir 1 2-dən böyükdür. Mərtəbə vahidlərinin sayı deyəndə, məsələn, 6-nı götürəcəm. Deməli, 1 6-dır. 2 5-dir. 3-cü 3-dür. 5-cidə isə 0-dır. Həqiqətən də baxın 6 böyükdür 5-dən, o da böyükdür 3-dən, o da böyükdür 0-dan. Yəni bu düzdür. Məsələn, A-da deyir ki, A böyükdür B-dən. Baxın, A böyükdür B-dən. Həqiqətən də A daha böyükdür. Çünki bu artıq 6 yanında belə deyək də 8 dənə 0-dır. A B-dən böyükdür, B C-dən böyükdür, doğrudur. C də D-dən böyükdür, bu da doğrudur. Burada onsuz da bizdən səhv istəyirdi. Doğru cavab olacaq A variantı. 29-cu ədəd deyir, ədəddən ən çox təkrar olunan mərtəbə qiymətlərinin cəmi neçə olar? Ədəddə ən çox təkrarlanan ədəd, deməli, məncə 7-dir də, düzdür. Bir də 0 var, amma ən çox 7-dir. 7-nin mərtəbə qiyməti soruşanda 7-lər olduğu kimi qalır. Baxın, qayda budur ki, 7-lər olduğu kimi qalır. Birinci 7-dən axırıncı ədədə qədər arada olan boşluqları sıfırlar yazılır. Burada 2 dənə rəqəmdə o qədər 0. Bir dənə də 0. Bizə nə deyirdi? Deyirdi ki, bu ədədin cəmi neçə olar? 70.000, deməli, 700.707. 700.707, yəni D variantı. Deyir, A və B ilə ifadə edilən mərtəbə qiymətlərinin cəmində neçə 0 var? Deyir, A və B ilə ifadə edilən mərtəbə qiymətlərinin cəmində neçə 0 var? A ilə B-də ifadə olunan mərtəbə qiymətlərinin cəmi birində 6 yanında 1, 2, 6 dənə 0 da belə yazaq. Digərində 5 mərtəbə qiyməti dediyi üçün 0, 0, 0, 0, 0, 0, 0. Bu A nə deyir? Deyir ki, A və B ilə ifadə edilən mərtəbə qiymətlərinin cəmində, mərtəbə qiymətlərinin cəmi eləyir 650 milyon, 650 milyon. Bunda da neçə 0 var? 1, 2, 3, 4, 5, 6, 7 dənə. 2, 4, 6, 7 dənə 0 var. Deməli, doğru cavab olacaq B variantı. Çünki belə deyək də, bu mərtəbə qiymət A və B ilə ifadə edilən mərtəbə qiymətlərinin cəmi deyəndə biz 6 ilə 5-i toplayırıq, olur 650 milyon. 650 milyon. Deməli, bizim 7 dənə sıfırımız var. Riyaziyyat bu qədər. İnşallah növbəti video izahda riyazi məntiqi də yoxlayıb, izah eləyib sizə, belə deyim, videosu təqdim eləyəcəm. Sağ olun, salamat qalın. Kim ki PDF əldə eləmək istəyirsə 051 595 1091 nömrəsinin WhatsApp-ına yaza bilərlər.